Metroya yaxın hazır əşyalı bir mənzil axtarırsınızsa, bu evi nəzərdən keçirməyinizi məsləhət görürəm. Çox yaxın yerdədir, Nərimanov metrosuna piyada 3-4 dəqiqəlik məsafədədir. Yeni tikili binadır, yeni təmirli və təmirdən də sonra bu gözəl mənzildə bir gün belə yaşayış olmayıb. Alan şəxs bu mənzilin, belə deyim, ilk sahibi olacaq. İndi mən mənzildə nə var, nə yox, hamısını bir-bir sizin nəzərinizə çatdıracağım, tam xırdalığına gedər. Ona görə vaxt itirmədən gəlin, başlayaq mənzilin giriş hissəsindən. Bura bizim giriş qapımızdır. Daxil olduqda sol tərəfdə bu hissədə divar içi dolabımız yığılıb. Dərinlik də çox yaxşıdır, tam axıra kimidir. Paltar, ayaqqabı, istənilən əşyanızı tam rahatlıqla yerləşdirmək imkanınız var. Döşəmə qranitli üstü döşəmə ilə təchiz olunub. İşıqlandırmada spotlar, o istədə lüstrlardan istifadə olunub. Otaqların yerləşməsindəyim, daxil olduqda sağda mənzilin. Sanitar qovşağıdır. Burada gəldikdə deməli, buranı artıq gördünüz mənzilin. Qonaq otağı, yataq otağı və mətbəxi. Və elə keçək qonaq otağına. Ölçüsü yaxşıdır, onu nəzərinizə çatdırım. Yəni artıq görürsünüz, mebel dəsti yerləşdirilib, əlavə olaraq kifayət qədər də boş ərazimiz var. Buradan mənzilin eyvanına çıxış var, bir böyük eyvanı var, orada çıxış mənzilin qonaq otağındandır. Bu hissədə masamız yerləşdirilib, pərdə, lüstrlar hamısı asılıb hazırdır. Divarda deməli dekorativ sədəf boyadan istifadə olunub, yəni adi divar kağızı və ya emulsiya deyil. Belə dekor güzgülər, TV stendimiz bu hissədə yığılıb. Aşağı hissəsi, bu görünən hissələr şkafdır, eyni zamanda sağ tərəfdə də burada aksesuarlarınızı yerləşdirə bilərsiniz. Divan jurnalı, arxa hissədə dizayn olunmuş tablolar, gözəl levka işləmələr və dekor güzgülər. Kondisioner yerinə kimi hamısı qoyulub hazırdır. Tavan hissəni ümumi olaraq göstərək, gizli işıq, spotlar, hər bir şey qaydasındadır. Yəni burada mən sizə göstərdim mənzilin yataq otağını. Kvadrat şəklindədir demək olar, yəni dar uzun otaq deyil, yəni ki videodan da hiss edirsiniz. Taxtımız yerləşdirilib, arxa hissəsi də gözəl şəkildə bəzədilib, travertindən istifadə olunub burada. Bura işıqlar və yataq otağımızın bu hissəsində dolabımız yığılıb. Burada göstərdim sizə. Tam axıra kimi və dərinlik də çox yaxşıdır. Bütün əşyalar tam rahatlıqla yerləşəcək. Bu hissədə güzgümüz, make-up və aşağı hissəsi yenə də şkaf və burada da vitraj pəncərədir. Tavan hissəsində görsədə lüstr, spotlar hamısı qaydasındadır. Nəzərinizə çatdırdım ki, mənzil bir otaqdan 2 otağa düzəlmədi. Ona görə mətbəx isə burada yığılıb. Amma buna baxmayaraq, yəni ölçüsü yaxşıdır. Bura balaca 2-3 nəfərli masa da yerləşdirə bilərsiniz. Yeni mətbəx mebelimiz yığılıb. Axıra kimi yuxarı hissələr də şkafdır. İçərisində göstərdim. Üstü və sinəliyi mərmərdir. Qaz peçi, aspirator bunları qoyulub hazırdır. Soyuducun yeri burada nəzərə alınıb və burada təbii ki, isti döşəmə ilə təchiz olunub. Keçək mən sizə göstərdim mənzilin sanitar qovşağını, sonra qiymət və digərləri barədə məlumat verəcəm. Bayaq qeyd etmişdim, girişdən sağda yerləşir. Buranın da ölçüsü çox yaxşıdır, yəni bu ölçünün mənzilin kifayət qədər genişdir. Böyük duş kabinimiz yığılıb, qara rəngli aksesuarlardan istifadə olunub. Bir də gözəl böyük monitörümüz, aşağı hissələrdə belə şkafdır. Paltar yazı burada da yerləşdirə bilərsiniz. Yəni kifayət qədər yer var. Divar içi unitazımız yuxarı hissəsində nişalar yığılıb və burada təbii ki, isti döşəmə ilə təchiz olunub. Belə, mən demək olar mənzildə nə var, nə yox, hamısını tam xırdalığına qədər sizin nəzərinizə çatdırdım. Keçirik məlumatlara. Yerləşir Nərimanovda. Nərimanov metrosuna piyada 3 dəqiqəlik, 4 dəqiqəlik maksimum məsafədə. Yeni tikili binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış. Bir otaqdan 2 otağa düzəlmə mənzildir. 17 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. Gördüyünüz şəkildə satılır bütün mebellər hamısı qiymətə daxildir. Ölçüsü 70 kvadratdır və mənzilin start olaraq qiyməti 288 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.